Heç fərqinə vardınızmı? Həvəslə aldığımız əksər şeylər bir müddətdən sonra adi gəlməyə başlayır. Ən son model telefonu alırıq. Qutunu açanda dünya bizim olur. Amma bir neçə həftə sonra necə? Gözümüz başqa modelə sataşır. Həvəs keçir, amma kredit borcu qalır. Maşında da eyni. Aylarla xəyal qururuq. Üstünə xüsusiyyət əlavə edirik. Amma az vaxt keçməmiş tıxac, yanacaq. Sığorta deyəndə sevincin yerini stres tutur. Yeni evlənən cütlüklərdir. Çox vaxt evlərini bir anda bahalı əşyalarla doldurmaq istəyir. Amma hər şey hazır olanda məqsəd bitir, həyəcan sönür. Bəzən çatışmazlıqların qalması həyatı daha mənalı edir. Çünki hər çatışmazlıq yeni bir məqsəd, hər gözləmək isə ayrıca bir həyəcan deməkdir. Gündəlik kiçik lükslar da böyük fərq yaradır. Bir fincan qəhvə ilə başlayan vərdiş ya da çöldə yemək mədəniyyəti ay sonunda maaşı səssizcə əridə bilir. Geyim mövzusunda da eyni mənzərə. Dolablar dolub daşır, amma yenə də geyəcək heç bir şeyim yoxdur deyirik. Çünki əslində çatışmayan paltar deyil, doyum hissidir. Tətildə də bu belədir. Borcla gedilən bir həftəlik zövq qaydanda kredit kartı çıxarışında aylarla peşmanlığa çevrilir. Bu dövrəyə hedoni deyirlər. Yəni sahib olduqlarımıza tez alışmağımız və həzzin tez sönməsi. Həvəsin ömrü qısa, borcun ömrü uzundur. Müvəqqəti xoşbəxtlik keçir, yük isə qalır. Növbəti dəfə o həvəs gələndə özünə soruşmalısan. Bu, 3 aydan sonra da məni xoşbəxt edəcəkmi, yoxsa sadəcə hesab fakturalarımı artıracaq? Həqiqi həzz azadlıqdır. Qənaət isə ona gedən ən xoş yoldur. Xoşbəxtlik ani həvəsi istehlak etməkdə deyil, səbirlə, şuurlu seçimlərlə və qənaətin gətirdiyi rahatlıqdadır.